Sağlam hinduşka balası yetiştirməzdən əvvəl sizə ən önəmlisi lazımdır ki, sağlam hinduşka balasını əldə edəsiniz. Və bunun üçün də bizə müraciət edə bilərsiniz. Bizdə topdan say, bronz və bu təsərrüfatımızda olan həm dekorativ, həm ətli məqsədlə yetişdirə biləcəyiniz bir hinduşkalarımız var. Burada yəni 7 ayrı sort var bu təsərrüfatımızda. Digər təsərrüfatımızda da topdan say ancaq. Yəni minimal sifariş biz ondan götürəcəyik 50 ədəd. 100, 200, 500, 1000, 2000, həftəyə 5000 qədər biz sizə mal verə bilərik. Və çatdırılmalarımız da bütün Azərbaycana var inşallah. İndi isə başlayaq. Bizə ilk öncə lazım olan onun saxlanma yeridir. Onun saxlanma yeri 36 dərəcədə olmalıdır birinci gündən və hər gün 0.4 dərəcə azalda bilərsiniz. Yəni hinduşkanın əhvalına baxıb, ruhiyyəsina baxıb belə 34-36 dərəcə arası. 36 dərəcə olanda onlar çox vaxt yatacaqlar. Amma 34 dərəcəyə gəzəcəklər, uçacaqlar, yəni belə. Ondan sonra da hər həftə 0.4 dərəcə bir gün düşürəndə hər həftə 3 dərəcə aşağı düşəcək sizin temperaturunuz. Və bunu beləliklə yavaş-yavaş temperaturu artıq bir ay yarımından sonra sizə artıq temperatur ehtiyac deyil. Və onlar tüklərin yavaş-yavaş tamamlayandan sonra artıq daha dözümlü olacaqlar istiliyə qarşı. Yəni ilk öncə sizin bilməyə olduğunuz onu necə istili saxlayacaqsınız. Yəni sizə lazımdır sabit istili. Bunu siz çox saxlayanda da eləmək olar, amma az saxlayanda biz fanerka var, orada fanerkanın bir fanerkanı axır bölüb 1 metrin 50 santimetre yer olur. Orada 50 ədəd qədər saxlaya bilərsiniz 2 həftə, 3 həftə belə bir müddətdə. Ya da ki sizin geniş yeriniz varsa, o sabit temperatur elə bilərsinizsə orada da saxlaya bilərsiniz. Yəni sizə əsas lazımdır sabit temperatur və bir-birlərini əzməsinlər deyə biraz geniş olan yer. Təxminən onlara ilk öncə lazımdır 1 kvadrata sizə deyim. Amma gedərlər də 1 kvadrata balaca vaxtı 200 dənə gedər. 0.05 olmalıdır, %5 olmalıdır onların. Bəli, yəni %5. O da %5 olanda neçə gəlir təmələn? 1 kvadrata 20 dənə gedir. Yəni daha da çox, yarım kvadratlıq yerdə 50 ədəd saxlaya bilərsiniz. İlk bir həftə sizə lazımdır 0.0 %1 kvadrat. Ondan sonra da yavaş-yavaş bir ayına qədər onlara lazımdır 0,5 kvadrat. Ondan sonra da yavaş-yavaş onların yer ihtiyacı çoxalır. Yəni dar olmalıdır. Yerləri dar olsa stres və digər faktorlarla sizin hinduşkalarınız zəif qalacaq, inkişafdan geri qalacaq. Bunlar çox önəmlidir. Və birinci sizə istiliyi izah etdim. İkinci başlayaq. Birinci, yəni istiliyi tam qutarmadı. İstilik bala vaxtının istiliyindən danışdıq. Böyüyəndə də istilik onlara çox vacib. Yəni ət yığımında ən vacib olan, yumurta verimində, yəni normal inkişafda ən vacib olan şey temperaturdur. Onlar çox istini xoşlanır. Yəni lap çox da soyuğu xoşlanır. Və indiki hal-hazırda temperatur bu saatda çox soyuqdursa, yəni mən isinmə eləmişəm. Bu videodan qabaq isinmə eləmişəm. Bağı 1-2 qurub mən fırlamışam orada, qaçmışam, sonra isinmə hərəkətləri qəşəng. Hələ bununla. Yəni temperatur deyim sizə, sərin yerlər olmalıdır. İsti vaxtlarda sərin ağaclıqlar. Biz onları meşələrdə gəzdirirdik yay vaxtında. Təmiz su, yem vacibdir. Ən vacib olanı təmiz su ilə yem. Yəni təmiz su ilə yem deyəndə nəyə nəzərdə tuturam? Hamı deyə bilər də, onsuz yemdən su verməsən inkişaf eləməzlər. Yəni bu sizə gülünc gələ bilər, amma ən əsas şeylərdən biri sudur. Su həmişə qabaqlarında olmalıdır bala vaxtı. Bizim başımıza gəlib susuz qalıblar, yəni yüzlərlə cücəmiz susuz qalıb, biz onu bilməmişik. Az müddətdə susuz qaldılar, bəlkə bir 6 saat, 5 saat, 6 saat. Yəni gecədən səhərə kimi onlar qalmışdı susuz və çoxsu zəiflədi, öldü. Yəni bəzilərini biz yığışdıra bildik o vaxtı.
Yəni susuz qalmaları ən pis olan bir şeydir. Yemsiz qalsalar yenə, amma susuz qalmamalılar heç vaxt. İlk gün siz gətirən günü, mən sizə onu deyim, suya gəldikdə söhbət. İlk gətirən günü siz onun sularına qatacaqsınız. 1 litrə 1 çay qaşığı şərbət olmaqla neçə litr qoyacaqsınız sabahların qabağına. Sizin sayınızdan asılı 500 min, 2000 bir-birini əzməsinlər. Rahat su içəcəkləri yer olsun. Hamısına deyim, yəni hamısına çatsın su. Hər istəyən kimi gedib su içə bilsinlər. Ona görə yer düzəldilməlidir. Və siz onların sularını 2 gün, birinci gün gətirdiniz, inkubatordan çıxdı, birinci gün yerlərinə qoydunuz. Birinci gün onlara siz şərbətli su verirsiniz. İkinci gün də şərbətli su, üçüncü gündən başlayaraq Enroflorflaxcin verirsiniz ki, profilaktik olaraq onların bağırsaqları profilaktik təmizlənsin və xəstəliklərə qarşı daha dözümlü olsunlar. Və ondan sonra da sizə ən vacib olan bir şey deyim, probiotik. Bunu çoxsu bilmir, probiotik nə olan şeydir. Yəni, probiotik onların bağırsaqlarına təbii canlı hüceyrələr verdiyi üçün probiotik onlara ən faydalı olan bir şeydir. Və üçüncü gün siz onlara Enroflorflaxcin verdikdən sonra 3 gün bu davamlı şəkildə veriləcək. 2 gündə verə bilərsiniz, 3 gündə verə bilərsiniz. 3 gün versəniz daha yaxşıdır. Ondan sonra 1 gün gözləyib 8 saat keçəndən sonra da olar. Probiotik versəniz daha yaxşıdır. Və probiotik verəndə onların bağırsaqları daha tez öz qaydasına düşəcək və normal həzm eləyə biləcəklər, normal inkişaf eləyə biləcəklər. Sonra isə mən keçim onun 15 gününə qədər, yəni 3 gün verdiniz, bunlar oldu 5 günlük. 5 günlük olandan sonra probiotik verdiniz, 1 gün, 2 gün, 3 gün, oldu 8 günlük. 8 günlükdən sonra siz onlara ADY vitamini verə bilərsiniz ki, daha yaxşı inkişaf eləsinlər. Və gəldik 15-ci günə. 15-ci gündən bir gün qabaq siz onlara vitamin verin ki, Lasota peyvəndini edəcəksiniz. Çünki Lasota peyvəndini edirsiniz 15-ci gündə və ondan sonra da bu aralıqlarda vitamin də sığışdıra bilərsiniz. Arada bir aydan biri versəniz daha yaxşıdır Enroflorflaxcini. Yəni belə inkişaf eləyir. 1-15 gündən bir yenidən təkrar edirsiniz o Lasota peyvəndini və onlar 1 aylıq. 1 aylıq olduqdan sonra siz birinci etabı keçdiniz. Yəni daha asan olur, onların riski daha az olur. Amma bunu da unutmayın ki, saxlanmağında biraz daha əziyyət tələb eləyəcəksin. Yəni onlar böyüdüyü üçün yavaş-yavaş daha çox yer tutacaqlar, daha çox yeməyəcəklər, daha tez-tez təmizliyə riayət eləməli olacaqsınız. Və bunun üçün bu faktorları sıfırdan başlayanda nəzərə alın. Sonra isə 1 ayını keçdi. 1 ayını keçəndən sonra mən tövsiyə edərəm ki, orada siz qanlı ishal görsəniz, sonra sarımtıl ishal, bunlara qarşı profilaktik dərmanları versəniz daha yaxşıdır. Yəni, bunun üçün də siz daha ətraflı baytarla məsləhətləşə bilərsiniz. Mən öz təcrübəmdə onlara amprolium verirəm 21 günündən sonra. Amprolium 3 gün verdim, sonra qanlı ishal daha olmayacaq. Yəni, qan görəndən sonra da elə bilərsiniz nəcislərində. Amma ondan əvvəl də elə bilərsiniz. Mən çox vaxt əvvəl eləyirdim və bəzən çox retki qan görəndə verirdim o amproliumu. Amprolium da olar, Baykoks olar. Və gəldi çatdı əsas mərhələlərdən birinə 2 ay. 2 ay oldu siz bunlara sizin şəraitinizə uyğun, sizin yəni bölgənizə uyğun onlara vaksinlərin vaxtı gəlib çatır. İnyeksiya vaksinlərin vaxtı gəlib çatır. 2 ayında ilk öncə başlayaq biz qur dərmanından. 2 ayında qur dərmanı verdiniz, qurlar təmizləndi, oldu çiçək kimi. Ondan sonra probiotik versəniz daha yaxşıdır. Və sonra gəlirik, yəni biz adətən 3 ayında eləyirik o H vaksinini, inyeksiya vasitəsilə Newcastle-a qarşı vaksin. Ayda mən çiçək vaksinini unutdum. Əgər sizin bölgənizdə çiçək yayılıbsa və baytarsa tövsiyə edirsə çiçək, siz çiçək vaksinində onların qanad boşluğunu etməlisiniz. 36 günündən sonra elə bilərsiniz çiçək vaksinini. Və 3-cü aya gəldik, çatdıq, inyeksiya ilə Newcastle vaksinini də elədiniz. Hər quşa 1 millidən vursanız daha yaxşıdır. Bu da yadıma gəlmişkən mən sizə deyim. Yəni vaksin tam olaraq nədir? Sizin üçün vaksin sizi yanıltmasın.
Vaksin onların, quşların beyninə siqnal göndərir. Ölü hüceyrədir. Vaksin soyuq yerdə qalmalıdır. Vaksini verdiniz, onların beyinlərinə getdi ki, bu xəstəlik gələ bilər, gəlib. Yəni ölü hüceyrədir, amma onların yaddaşlarına yazılır ki, Newcastle gəlsələr, ona qarşı onlarda dözümlülük yaranır, immunitet yaranır və ona qarşı onlarda direnç yaranır. Daha dözümlü olurlar. Qaçqı eləyirlər, basılır. Turnir, jim, brus. Bunları hinduşkalar eləyə bilmir deyə ona görə vaksin yeyirsiniz dostlar. Yəni gəlsə sizə xəstəlik, onun qarşısını almaq üçün. Və sonra keçək 3 ayını keçdi, rahatıq, əladır. Hər şey əladır. Yavaş arada bir enrofloxacin. Siz onların baxında mestipalajeniya artıq özünüz tutacaqsınız onların temalarını. Qanlı ishal olsa amprolium, axır bu dərmanları baytardan alacağınız üçün baytardan öyrənsəniz daha yaxşıdır. Mən sizə sadəcə olaraq ilkin olaraq kömək göstərirəm. Dərmanı alarkən baytarla tam məsləhətləşin. Nə üçün olduğunu soruşun, sonra alın. Və sonra 3 ayını keçdikdən sonra bizə nə qalır? 3 ayını keçdikdən sonra belə, yəni suyuna aid, vaksinə aid, dərmanına aid belə tam bir şey mənim yadıma gəlmir. 4-5 ayında siz ona bir də qur dərmanı versəniz daha yaxşıdır. Və arada bir profilaktik olaraq enrofloxacin, oksitetraskalin belə dərmanlar ki, onların bağırsaqlarına görə olar. Sonra da biz keçək inşallah digər mövzuya. Başlayaq biz onların yemi haqqında. Yem artıq 3-cü bizim ən önəmli qaydalarımızdan biridir. İstilik, su. İndi başladıq yemə. 3-cü. İlk öncə siz onları yeni gətirəndə onların yem ehtiyacı lap da çox olmur. Yəni çox az yeyirlər. O vaxtı sizə lazımdır. İlk öncə gətirən kimi onlara başlanğıc yemindən də başlaya bilərsiniz, amma yumurta sarısını əzib verməyiniz daha yaxşıdır. Yəni biz bunu çoxdan da belə edirik. Həmişə yumurta sarısını atırıq əvvəl qabaqlarına birinci gün, sonra onunla qarışdırıb yavaş-yavaş yemi öyrədirik onları. 28%, 27%-dan yuxarı proteinli yem olmalıdır, 100%. Bu hinduşka başlanğıc yemi olmalıdır. O olmasa daha çox ölümlər olacaq, daha çox xəstəliklər olacaq. Hinduşkalar normal inkişaf eləməyəcək və istədiyiniz nəticəyə nail ola bilməyəcəksiniz. Sonra isə 28, 30, 32 gününə qədər siz onlara verirsiniz. Başlanğıc yemi o cinsinə görə dəyişir. Artıq başlanğıc yemindən hinduşka böyütməyə keçdiyiniz vaxt hansı vaxt olmalıdır deyim sizə. Artıq görürsünüz ki, onlar yemi dənə-dənə halında saxlamırlar, artıq əzirlər. Un kimi olur onların yemi. O vaxtı gördüyünüz xırda-xırda olur da gördüyünüz yemi. Dəyişin yemi, keçin böyütmə yeminə. Bu minimali 28 gündən sonra keçə bilərsiniz. Və böyütmə yemi isə böyütmə yemi 26% proteinli, 25% proteinli, 27 də ola bilər. Belə proteinli yemdir. Minimali 24% proteinli olsun. Buna diqqət yetirin. Hinduşka böyütmə yemi gedir. Siz bunu bir sıra fabriklərdən əldə edə bilərsiniz. Azərbaycanda kifayət qədər yem istehsalatı ilə məşğul olan fabriklər var. Və birinci ayından sonra 3-cü ayına kimi siz bunlara keçdiniz, böyütmə yemini verdiniz. 3-cü ayında böyütmə yemini dayandırırsınız. Keçirsiniz hinduşkaları bitirmə yemi. Yəni yadımızdan çıxan bəzi şeyləri indi sizə deyəcəm. Və sizin də ətraflı nə sualınız qalsa inşallah mənə komentarlarda bildirin. 4-cü inşallah sizə deyim, axtıq. Mənim indi yadıma gəldi o axtıq. Onların axtığı balaca vaxtı çox həssas olduqlarına görə həmişə quru, təmiz, yonqar da ola bilər, bu saman da ola bilər. Saman ən əlasıdır, saman. Samanı xırda-xırda doğranmış saman ən əlasıdır. Həm nəmişlik çəkmədə özünə, həm də ki, belə deyim, hinduşkaların rahatlığı üçün saman ən yaxşısıdır. Və onlar yavaş-yavaş inkişaf eləyəndən sonra lap böyüyəndə saman çox da ehtiyac olmayacaq, sizə lazımdır böyük hündür yerlər. Məsələn, ağac kimi, kəmərdən çək ağacı göstər. Hinduşkalar xoşlayır ağaclıq yerlərdə olmağa. Mən onun videosunda qoyacağım sizə. Ağaclara dırmaşır bizim hinduşkalarımız. O meşələrə aparanda lap ağacların, o ağacdan bu ağaca uçur. Yəni ağaclarda olmağı daha çox sevirlər. Bu təbii stressiz mühitidir.
indi yadıma gəldi stres. Stres bu ən önəmli faktorlardan biridir. Stres oldu ki, onun inkişafı da dayanacaq, o yem də yeməyəcək, xəstələnəcək, ölmə belə gətirə bilər. Stressiz olsun. Siz əgər qapalı şəraitdə bəsləyirsinizsə hinduşkalarınızı, qapalı şərait üçün olan cinsdən alıb, qapalı şəraitdən kənara buraxmanızı məsləhət görmürəm. Çünki qapalı şəraitdən kənara buraxandan sonra onlar həmişə qapalı yer istəyəcək və onlar artıq qapalı yerdə stressə düşəcəklər. Bir sual da yadıma gəldi dostlar, onu da əlavə edeyim bu videoya. Əgər siz hinduşkaların ətinin daha dadlı olmasını istəyirsinizsə, onları təbii şəraitdə buraxsanız əti təbii ki daha dadlı olacaq. Stressiz olduqları üçün, xoşbəxt olduqları üçün, onun üçün də yəni bu ağaclıq söhbəti də onun üçün lazımdır. Onlar yatanda hündür yerdə yatmağı xoşlayırlar ki, onların düşmənlərinə qarşı yırtıcılardan, insanlardan qorunsunlar deyə. Yəni bunlar təbii vəhşi quşlardan, nə istəyirsiniz ki bunlardan? Şərait yaradın, ət yığsın, kəsin yeyin sonra. Yaxşı baxın ki, kəsib yeyəndə də daha dadlı olsun. Axırıncı 15-20 gün, 30 gün siz onları biraz yerini daralda bilərsiniz. Yoxsa təbii azad şəkildə gəzmələri daha yaxşıdır təbii ki. Və əlavə olaraq dostlar, sizin nə sualınız qalsa inşallah mənə komentarlərdə yazın. Mən hamısını bir-bir cavablayacağam. Bu videoda mən yadıma gələn bütün məlumatlar haqqında danışdım. İnşallah yenə yadıma gələndə yenə videolar çəkib, yenə sizi məlumatlandırmaq mənim üçün xoşdur. Sağ olun, salamat qalın.